Sumqayıt Regional Ədliyyə İdarəsi və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının inzibati binasında bələdiyyə üzvləri və qulluqçular üçün maarifləndirici tədbir təşkil olunub. Tədbir şəhərsalma və memarlıq ili çərçivəsində keçirilib və əsas məqsəd bələdiyyə üzvləri və qulluqçularının hüquqi statusunun, daimi hüquqi maarifləndirmə mexanizmlərinin, eləcə də qiymətləndirmə fəaliyyətinin qanunvericilikdən irəli gələn tələblər əsasında daha dərindən izah edilməsi olub. Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov şəhər üzrə fəaliyyət göstərən layihələr və qarşıdakı dövr üçün planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Memarlıq və şəhərsalma ili çərçivəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilən Yaşıldərə yaşayış massivində görüləcək işlərində qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunacağı bildirilib. 2026-cı il üzrə tədbirlər planına əsasən həmin ərazidə kompleks abadlıq işlərinin aparılması, asfalt örtüyünün yenilənməsi və müasir işıqlandırma sistemlərinin qurulması nəzərdə tutulur. Bələdiyyə sədri bələdiyyənin gələcək planları və mövcud çətinlikləri barədə mühüm açıqlamalar verib. Sədr bildirib ki, bələdiyyənin fəaliyyətinin daha səmərəli təşkili məqsədi ilə yeni inzibati binaya köçməsi istiqamətində artıq praktiki addımlar atılır. Yaxın vaxtlarda bununla bağlı müvafiq müqavilə imzalanacaq və əsaslı təmir işləri bitdikdən sonra ilin sonunadək köçmə prosesi həyata keçiriləcək. Bələdiyyə sədri çıxışında vətəndaşları narahat edən qiymətləndirmə və sənədləşmə məsələlərinə xüsusi diqqət çəkib. O qeyd edib ki, Sumqayıtda bələdiyyənin ehtiyat torpaq fondunun olmaması və mövcud sahələrin illərdir vətəndaşların faktiki istifadəsində olması sənədləşmə prosesində müəyyən maneələr yaradır. Sədr vurğulayıb ki, bu reallıqlar nəzərə alınmadan tətbiq edilən imtina qərarları həm narazılıq yaradır, həm də prosesi ləngidir. Bu problem Sumqayıt sakinlərini narahat etdiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun nəzarətindədir. Daha sonra Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Hüseyn Məmmədov bələdiyyənin hüquqi statusu və səlahiyyətləri barədə geniş məlumat təqdim edib. Yerli özünü idarə etmə orqanlarının fəaliyyətinin mövcud qanunvericiliklə tənzimləndiyini və bu çərçivədə işləməyin vacibliyini vurğulayıb. Sumqayıt Regional Vəkillər Bürosunun müdiri Anar Qasımlı isə bələdiyyə üzvlərinin hüquqi məsuliyyəti, vətəndaşlarla münasibətlərdə etik davranış prinsipləri və hüquqi mübahisələrin həlli mexanizmləri barədə məlumat verib. Çıxışlarda şəhərsalma və memarlıq sahəsində tətbiq olunan normativ sənədlər, layihələrin icrası zamanı ekoloji balansın qorunması və şəhər estetikasının nəzərə alınması ilə bağlı iştirakçılara məlumat verilib. Qeyd olunub ki, cari ilin 12 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin keçirdiyi iclasda Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. Həmin iclasda dəmir yolu zolaqları, elektrik, işıq və su xəttləri, habelə digər mühəndis kommunikasiya zolaqları üzrə ərazilərdə ciddi nəzarətin təmin olunması, qanunsuz tikililərə yol verilməməsi və daimi monitorinq mexanizminin tətbiqi barədə tapşırıqlar verilib. Bu baxımdan Sumqayıt Bələdiyyəsi həyata keçirəcəyi bütün layihələrdə təhlükəsizlik zolaqlarının, mühəndis kommunikasiya xəttlərinin və şəhərsalma normalarının qorunmasını əsas prinsip kimi qəbul edir. Tədbir zamanı hüquqi təminatın və vətəndaşların müdafiə mexanizmlərinin gücləndirilməsi məqsədi ilə Anar Qasımlı ilə Sumqayıt Bələdiyyəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun əsas məqsədi Sumqayıt Bələdiyyəsinə müraciət edən az təminatlı və həssas kateqoriyaya aid ailələrə pulsuz hüquqi yardımın göstərilməsinin təmin olunmasıdır. Sonda bələdiyyənin ictimai-siyasi həyatında fərqlənən əməkdaşlara hədiyyələr təqdim olunub. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.